Salam əziz YouTube kanalımın izləyiciləri, hər birinizi salamlayıram. Çox xahiş edirəm, kanalıma abunə olub zınqrov işarəsini basmağınızı, mən sizlərə dəstək olacağam, siz də mənə dəstək olmağınızı əsirgəməyin. Çox xahiş edirəm, çünki kanal yenidir. Bəli, sözü çox uzatmaq istəmirəm. Instagramda yaranan bu problem ki var, baxın. Hazırda səhifə əlçatan deyil, buna səbəb düzəltməyə çalışdığımız texniki xəta ola bilər. Bu səhifəni yenidən yükləməyi sınayın. Baxın. Görürsünüz, mümkün deyil. Təzəliyə basırıq, olmur. Bəzi YouTube kanal videolarında görürəm ki, deyirlər ki, Instagramı sil, yüklə, nə bilim, YouTube nə idi? Instagramı ayarlardan təmizlə, belə olacaq, elə olacaq, olmur. Mümkün deyil. Baxın, tətbiq məlumatına daxil oluruq. Məlumatları təmizləyirik. Keç də təmizləmişəm, əziz izləyicilər. Mümkün deyil, baxın. Məlumatları təmizlədik, çıxdıq. Bir də daxil olaq, baxın. Tətbiq məlumatı. Məlumatları təmizlə. 2 dəfəyə təmizlədim hətta. Silib yükləmişəm də Instagramı. Mümkün deyil, baxın. Gördüyünüz kimi, baxın. Açılmır. Görürsünüz mü? Bu Instagramın bəzi istifadəçilər üçün, bəzi Android istifadəçiləri üçün yaranmış müvəqqəti bir problemdir. 5 gün, 10 gün biz nə edə bilərik? Ayarlara giririk. Ayarlardan ikili tətbiqi seçirik. İkili tətbiqlərə daxil oluruq. İkili tətbiqlərdən, baxın, Instagramı seçirik. İkili tətbiqlərdən Instagramı açırıq. Gördüyünüz kimi Instagramı ikili tətbiqlərdən açdıq. Və Instagrama, yeni yaratdığımız Instagrama daxil oluruq. Baxın, çox adam light işlətmədiyi üçün Instagramı özünə məsləhət görür və bu da bir problem deyil. Məncə də Instagram özü daha gözəldir, light olmadan. Baxın, heç bir problem olmadan açıldı və yenidən qayıdırıq köhnə Instagramımıza. Köhnə Instagram yenə də açılmır. İzləyicilərimə bir şeyi çatdırmaq istəyirəm ki, bu Instagram açılacaq. Sadəcə olaraq 5 günmü, 10 günmü müvəqqəti bir vaxta qədər açılacaq. Videolara çox da aldanmayın, nə bilim, onu yüklə, onu sil, bunu sil, olmur. Bəzi istifadəçilərdə bəlkə də ola bilər, indi yalan demiş ola bilmərəm, amma olmur. Ən rahatı budur yəni. Gördüyünüz kimi açıldı. Bu da nə vaxt açılar, açılar, açılmaz da özü bilər. Nəyə lazımdır gör ki? Bu arada Instagram istəmirik, Instagram. Buyurun əziz izləyicilər, videom bu qədər. Hər birinizdən çox xahiş edirəm ki, videoma like atmağı, yorum yazmağı, kanalıma abunə olmağınızı xahiş edirəm. Mən sizə dəstək oldum, siz də Allah rızası üçün mənə dəstək olun. Kanalımızda maraqlı videolar paylaşmağa çalışacağam. Minnətdaram izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Haqqınızı halal edin. Çox sağ olun.